İran, Yaxın Şərqin ən güclü və ən sirli rejimlərindən biri. 1979-cu ildə İslam inqilabından sonra qurulan bu teokratik sistem 45 ildən artıqdır ki, həm daxildə, həm də regionda müxtəlif münaqişələrin mərkəzində yer alır. Ancaq indi görünür ki, bu sistemin əsas sütunları sarsılmaq üzrədir. İran daxilində ciddi bir çaxnaşma yaşanır. Ən yüksək səviyyədə ali dini lider Ayətullah Xameneyinin yaxın çevrəsində belə rejimin gələcəyi ilə bağlı təşviş artıb. İran International'ın sensasyon açıqlamasına görə Xameneyinin aparat rəhbərinin müavini Əliəskər Hicazi artıq Rusiya hakimiyyəti ilə təmasdadır. Məqsəd çox aydındır. Əgər vəziyyət nəzarətdən çıxarsa, ailəsi ilə birlikdə İrandan qaçmaq üçün Moskvanın dəstəyini almaq. Bildirilir ki, Rusiyalı yüksək rütbəli bir məmur şəxsən Hicazi ilə əlaqə saxlayaraq ona təhlükəsiz dəhliz və sığınacaqla bağlı təminat verib. Ən diqqət çəkən məqamsa budur ki, bu əlaqə təkcə Hicazi ilə məhdudlaşmır. İddialara görə rejimin digər əsas fiqurlarına da eyni məzmunlu təkliflər edilib. Bu isə onu göstərir ki, artıq İranın yuxarı elitası belə gələcəyin qeyri-müəyyənliyini hiss edir və çıxış yolları axtarır. İsrail Baş naziri Netanyahu da bu prosesi diqqətlə izlədiklərini və rejim liderlərinin artıq çantalarını yığmağa başladığını bəyan edib. Bu ifadə sadəcə metafora deyil, İranın daxilində real dağılma əlamətlərinin baş verdiyinə işarədir. Müharibə artıq yeni mərhələdədir. Bu dağılmanın bir səbəbi var. İran və İsrail arasında yaşanan və getdikcə qlobal xarakter alan qarşıdurma. Artıq bu münaqişə sadəcə siyasi və diplomatik deyil, faktiki olaraq müharibəyə çevrilib. Ekspertlərin fikrincə bu müharibə artıq ikinci mərhələyə keçib. Birinci mərhələdə məqsəd İranı masa arxasında şərtləri qəbul etməyə məcbur etmək idisə, ikinci mərhələdə artıq İranı fiziki və siyasi olaraq zəiflətmək, hətta rejimi dəyişdirmək prioritetə çevrilib. İsrailin planı çox şaxəlidir. İranın nüvə infrastrukturlarını hədəf almaq, hərbi rəhbərliyi bir-bir zərərsizləşdirmək, daxildə rejimə qarşı qüvvələri aktivləşdirmək, etnik və dini zəmində parçalanma yaratmaq. Bu mərhələdə Amerika Birləşmiş Ştatları da bu strategiyanın bir hissəsi kimi çıxış edir. Washington rəsmi olaraq danışıqlar tərəfdarı olduğunu desə də, faktiki olaraq İsrailin hərbi planlarına əngəl olmur. Bu vəziyyət isə İsrailə daha sərt addımlar atmaq üçün imkanlar yaradır. Xüsusilə Natanz və Forda nüvə obyektlərinə edilən hücumlar rejimin əsas simalarının hədəf kimi müəyyən edilməsi bunu göstərir. İsrailin ən radikal planlarından biri isə Həmasa qarşı tətbiq etdiyi modelin İran daxilində də reallaşdırılmasıdır. Yəni, yalnız hərbi infrastruktur deyil, həm də siyasi və dini rəhbərlik, o cümlədən Xameneyi və yeni prezident Məsud Pezeşkiyan hədəf alınacaq. Bu liderlərin fiziki olaraq aradan götürülməsi rejimi tam çökməyə məcbur edə bilər. Yeni senari: İranın parçalanması və Kürd dövləti. Ancaq planlar bununla bitmir. Müharibənin daha dərin məqsədləri də var. Xüsusilə regionda yeni bir etnik siyasi düzən qurmaq. Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyevin də qeyd etdiyi kimi, Amerika Birləşmiş Ştatları və İsrail bölgədə parçala və hökm sür siyasətini yeni mərhələyə keçirir. Bu plan çərçivəsində İran daxilində Kürd qrupları silahlandırılır, Molla rejiminə qarşı üsyana təhrik edilir. Bu senari əvvəllər İraq və Suriyada uğurla tətbiq edilib. Hazırda əsas məqsədlərdən biri Suriya, İran, İraq və Türkiyənin bəzi əraziləri üzərində müstəqil Kürd dövləti yaratmaqdır. Bu dövlət həm İranın daxilində parçalanmanı dərinləşdirəcək, həm də bölgədə İsrailə qarşı çıxa biləcək qüvvələrin zəiflədilməsinə xidmət edəcək. Bu müharibənin arxasında həm də ideoloji və dini motivlər dayanır. İsrailin daxilində güclü dini qruplar bu qarşıdurmanı Tanrının vədi ilə əsaslandırır. Tora və Tanaxda, yəni Yəhudi müqəddəs kitablarında İsrail xalqına verilmiş torpaqlar arasında hazırki İran ərazilərinin də olduğu iddia edilir. Netanyahunun ağlama divarına qoyduğu dua vərəqəsi də bu motivləri əks etdirir. İranda rejim dəyişə bilərmi? Bu qədər xarici təzyiq və daxili narazılıq şəraitində İran rejimi çökə bilərmi? Əslində daxildəki vəziyyət də sabit deyil. Sosial və iqtisadi narazılıqlar artmaqdadır. Gənclər rejimə qarşıdır.
Sepah və mollaların yaratdığı qorxu mexanizmi artıq əvvəlki qədər effektiv deyil. Lakin problem ondadır ki, İran rejimi ideoloji təməllər üzərində qurulub. Bu sistemi sadəcə hərbi yolla dağıtmaq çətindir. Xalqın əhəmiyyətli hissəsi xarici müdaxiləyə qarşı müqavimət göstərməyə hazırdır. Bunu rejim yaxşı bilir və təbliğatda istifadə edir. Eyni zamanda alternativin kim olması məsələsi də mübahisəlidir. Oğul Rıza Pəhləvinin ölkəyə gətirilməsi ideyası gündəmdə olsa da, cəmiyyətin böyük hissəsi buna da skeptik yanaşır. Belə olan halda rejimin tam çöküşü yalnız geniş miqyaslı daxili üsyan və xarici təzyiqin sinxronlaşdırılması ilə mümkün görünür. Nəticə: İran daxildən silkələnir, xaricdən sıxılır, elita qaçış yolları axtarır. İsrail isə rejimi dəyişdirmək planını açıq şəkildə işə salıb. Amerika Birləşmiş Ştatları səssiz qalıb, amma hər şeyə nəzarət edir. Bu senari bizi hara aparacaq? Yeni Yaxın Şərq düzəni doğulacaqmı? İran rejimi tarixə qovuşacaqmı?